Əksəriyyət bu TikTok, Instagram blogerləri və yaxud başqa bir məhsul satışı ilə məşğul olan adam nə edir? Çalışır səhifəsi qəşəng olsun, səhifəsi belə qıraqdan baxanda maraqlı olsun izləyiciyə. Yəni abloşka deyirlər, o videonun ilk şəkli də belə deyim. Ola bir-birinə uyğun gəlsin. Amma əslində insanlar nəyə baxır? Heç nə, sənin videonun ilk 3 saniyəsinə, yəni maraqlı bir informasiya verə bilsən, həmin o 3 saniyədə baxacaq, davam edəcək. Maraqlı deyilsən, sən nə qədər maraqlı abloşka düzəltsən, sən nə qədər səhifənin üzərində işləsən, hamısı boş şeydir. Ona görə mütləq ki, maraqlı insanı cəlb edici sözlərlə başlamalısan videonu. Sonra səhifəni düzəlt, sistem düzəlt. Yəni o qədər də önəm daşımır. Bir də videonu çox paylaşmaq. Çünki bir adam nə edir? Retizm qarışır. Şortsa baxanda ancaq yuxarı. Yəni baxa-baxa gedirsən də. Orada 1 milyon izləyicin olsa, ondan cəmsi 1% sənə takip atar ya atmaz. Ona görə çalış video minimum 6 dənə video düzəlt gün ərzində. Baxış sayını çox alsın. Əsas odur. Belə.